Hər vaxtınız xeyir olsun, dəyərli yoldaşlar, əziz dövlət qulluğuna hazırlaşan namizədlər. Bildiyimiz kimi 14 aprel 2025-ci il tarixində korrupsiyaya qarşı mübarizə haqqında qanuna bir sıra dəyişikliklər, əlavələr edilmişdir və əlavələrdən də bir hissəsi çıxarılmışdır. Bununla bağlı bir video çəkməyə qərar aldım. Ümid eləyirəm ki, sizlər üçün də faydalı olacaq. Deməli yoldaşlar, bildiyimiz kimi korrupsiyaya qarşı mübarizə haqqında qanun, yəni bu qanun korrupsiya ilə əlaqəli hüquq pozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insanların, vətəndaşların hüquqlarının və azadlıqların müdafiə olunmasına, həmçinin də iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət və yerli özünü idarəetmə orqanlarının, dövlət və bələdiyyə mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə, bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin, büdcə təşkilatlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəli olmasının təmin edilməsinə yönəlmişdir. Deməli yoldaşlar, bu qanun, yəni korrupsiyaya qarşı mübarizə haqqında qanun, bir qayda olaraq əhalinin, belə deyim də, orqanlara, qurumlara etimadının möhkəmləndirilməsi, peşəkar kadrların orqanlarda, qurumlarda qulluğa işə girməyə həvəsləndirilməsi, həmçinin həmin şəxslərin korrupsiya ilə əlaqəli hüquq pozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Deməli yoldaşlar, korrupsiya özü nə deməkdir? Korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi qurumun statusundan, vəzifə səlahiyyətlərindən, həmçinin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə, qanunsuz şəkildə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştləri istəməsi və alması, yaxud da bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi nemətlərin, imtiyazların və güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və yaxud da vəd olunması, yaxud da verilməsidir. Deməli, burada dəyişiklik nədən ibarətdir? Yoldaşlar, korrupsiya ilə əlaqəli hüquq pozmalarda, deməli, korrupsiyada qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar, güzəştlər əldə etməsinin yerinə istəməsi və alması yazıb. Dəyişiklik bundan ibarətdir. Deməli, yoldaşlar, korrupsiya riski nədir? Korrupsiya riski bir qayda olaraq korrupsiya hüquq pozmalarının, belə deyim, törədilməsi ehtimalıdır. Korrupsiya hüquq pozmalarının və korrupsiyaya şərait yaradan hüquq pozmaların törədilməsi ehtimalına korrupsiya riski deyilir. Korrupsiya risklərinin ehtimallarının idarə edilməsi, korrupsiya risklərini azaltmaq məqsədi ilə, tamamilə aşağı salmaq məqsədi ilə, korrupsiya risklərinin həmçinin həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, həmin risklərin təhlil olunması, qiymətləndirilməsi, qarşısının alınması üzrə tədbirlərin görülməsidir. Yəni, idarə olunma buna deyilir. Yoldaşlar, səlahiyyətli struktur bölmə nədir? Yəni, və yaxud da səlahiyyətli şəxs kimdir? Bir qayda olaraq səlahiyyətli struktur bölmə, yəni və yaxud da səlahiyyətli şəxs korrupsiya ilə bağlı hüquq pozmalarla əlaqəli məlumatların qəbul edilməsi, həmçinin araşdırılması, axtarışı, maraqların toqquşulması, həmçinin korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial, yəni gizli məsləhət vermə, həmçinin də korrupsiya risklərinin idarə olunması funksiyalarını həyata keçirən bir və yaxud bir neçə səlahiyyətli struktur bölmədir və yaxud da bir və ya bir neçə səlahiyyətli şəxsdir. Yoldaşlar, aşağıdakı hallarda, yəni daha doğrusu aşağıdakı şəxslər korrupsiya ilə əlaqəli hüquq pozmaların subyektləridir. Burada bir o qədər də dəyişiklik olunmayıb, amma yenə də nəzərinizə çatdırım. Deməli, Azərbaycan Respublikasının konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər, xüsusi səlahiyyət əsnasında dövlət orqanlarını təmsil edən şəxslər, dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə müəssisə və təşkilatlarda, təşkilati sərəncamverici və yaxud inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olmuş qaydada qeydə alınmış şəxslər, qanunvericilik ilə müəyyən olmuş qaydada yerli özünü idarəetmə orqanlarına, yəni bələdiyyələrə seçilmiş şəxslər, yerli özünü idarə orqanlarında, yəni bələdiyyələrdə təşkilati sərəncamverici, inzibati təsərrüfat funksiyalarını həyata keçirən, yerinə yetirən şəxslər, orqanların, qurumların rəhbərləri və işçiləri, o cümlədən həmin qurumlarda xüsusi səlahiyyət üzrə
təşkilati sərəncamverici inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, qanunla müəyyən olunmuş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati sərəncamverici və inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər bir qayda olaraq korrupsiya ilə əlaqəli, belə deyim, hüquq pozmanın subyektləridir. Deməli, yoldaşlar, korrupsiya hüquq pozması törədən vəzifəsi olmayan şəxslər də var ki, bunlar da korrupsiya hüquq pozmasının törədilməsində rol oynayırlar, bir qayda olaraq. Deməli, yoldaşlar, öz nüfuzundan və ya öz əlaqələrindən istifadə eləyərək vəzifəli şəxsin qərarına qanunsuz şəkildə təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və güzəştlər əldə edən şəxslər, bir də ki, vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar, güzəştlər təklif edən və vəd verən və yaxud da ki, fiziki və hüquqi şəxslər, belə hərəkətlərdə vasitəsilə yetmiş şəxslər korrupsiya ilə, hüquq pozması ilə bağlı vəzifəsi olmayan şəxslərdir. Yəni, onlar da korrupsiya hüquq pozmasını törədirlər, ancaq onların vəzifəsi yoxdur. Deməli, yoldaşlar, bu qanun, yəni korrupsiyaya qarşı mübarizə haqqında qanun Azərbaycan Respublikasının ərazisində, ölkə ərazisində bütün fiziki şəxslər tərəfindən və daha doğrusu bütün fiziki şəxslər və hüquqi şəxslər barəsində tətbiq edilir. Bütün fiziki şəxslər deyəndə əcnəbilər, vətəndaşlığı olmayan şəxslər də ora daxildir. Yoldaşlar, Azərbaycan Respublikasının ərazisindən kənarda, yəni ölkə hüdudlarımızdan kənarda, başqa xarici ölkələrdə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun olaraq bu qanun tətbiq edilir. Yoldaşlar, bütün orqanlar, dövlət orqanları, yerli özünü idarə orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquq pozmaların törədilməsi inzibati və yaxud da cinayət məsuliyyəti yaradarsa, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə, qanunla yox, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquq mühafizə orqanları həyata keçirir. Çünki əməldə inzibati və cinayət məsuliyyəti var. Deməli, yoldaşlar, korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə üzrə komissiyası bundan sonra komissiya həyata keçirir. Yəni, qısaca olaraq buna komissiya da demək olar. Deməli, yoldaşlar, komissiyanın tərkibi, yəni korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın tərkibi, icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. 15 nəfər üzvdən ibarətdir komissiya. Komissiyanın 5 üzvünü əvvəlki dərslərdə qeyd elədiyim kimi. Deməli, komissiyanın 5 üzvünü prezident təyin eləyir, 5 üzvünü qanunvericilik hakimiyyəti, 5 üzvünü isə məhkəmə hakimiyyəti vəzifəyə təyin eləyir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq edilən əsasnamə ilə müəyyən olunur. Maliyyə xarakterli tələblər var, yoldaşlar, bildiyimiz kimi. Ən əsas, yəni mövzunun ən əsas hissəsi demək olar bu hissədir. Maliyyə xarakterli tələblər bildiyimiz kimi qanunvericiliklə müəyyən oluna bilər. Yalnız qanunvericiliklə. Bildiyimiz kimi, yoldaşlar, maliyyə xarakterli tələblərdə vəzifəli şəxslər nələri qeyd etməlidir? Mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barəsində. Mənbəyi deyərkən, yəni ki, gəlirin mənbəyi, gəlir, yəni hardan formalaşıb, onu nəzərdə tutur, yoldaşlar. Deməli, vergi tutma obyekti olan əmlakı barədə, kredit təşkilatlarındakı əmanətləri barəsində, qiymətli kağızlar və digər maliyyə vasitələri barədə, şirkətlərin yaradılmasında fəaliyyətində təsisçi kimi iştirakı və oradakı mülkiyyət payı barədə, 5500 manatdan yuxarı olan borcu barədə, 1100 manatdan yuxarı olan maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə vəzifəli şəxslər hər il məlumat verməlidirlər dövlət orqanının rəhbərinə. Deməli, yoldaşlar, bir qayda olaraq vəzifəli şəxslər maliyyə xarakterli tələblərdə nəzərdə tutulmuş tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar edilirlər ilk öncə. Maliyyə xarakterli tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydaları isə qanunvericiliklə müəyyən edilir. Yoldaşlar, yadda saxlayın. Maliyyə xarakterli tələblərə əməl etməyən vəzifəli şəxslər barəsində
Rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər yalnız komissiya, yəni korrupsiyaya qarşı mübarizə üzrə komissiya vəzifəli şəxslər barədə maliyyə xarakterli tələbləri pozduğu halda rəsmi dövlət qəzetində məlumat dərc etmə səlahiyyətinə malikdir. Deməli yoldaşlar, vəzifəli şəxslərin qohumları, yəni yaxın qohumları seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər vəzifələr istisna olmaqla, qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Bu tələbləri pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində, 1 ay müddətində yoxa, 1 ay ərzində yoxa, 30 gün müddətində həmin pozuntunu könüllü olaraq öz razılığı əsasında aradan qaldırmaqla, qaldırmadığı halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli. Bu da mümkün olmadıqda isə həmin şəxslərdən biri vəzifəsindən, tutduğu vəzifədən azad olunmalıdır. Bu əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, qurumlarda vəzifə tuta bilərlər. Məsələn, İqtisadiyyat Nazirliyindən işdən çıxmısansa, məsələn, sən o demək deyil ki, Maliyyə Nazirliyində və yaxud da Elm və Təhsil Nazirliyində işə düzələ bilmərsən. Girə bilərsən ora. Amma İqtisadiyyat Nazirliyində tuta bilmərsən bir daha vəzifəni. Deməli, yoldaşlar, vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən, həmçinin bu cür təəssüratı yaradan və onun vəzifələrinin icrası ilə icrası müqabilində mükafat qismində verilən, bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə bilməz, həmçinin qəbul edə bilməz. Yəni, nə istəyə bilməz, nə də ala bilməz. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hər hansı bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən, yəni 55 manatdan yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi orqana, quruma məxsus hesab edilir. Yoldaşlar, vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa olaraq səlahiyyətli struktur bölmənin şəxsin belə deyim, rəyini öyrənməlidir. Biz bunu əvvəlcə qeyd eləyirdik, bilavasitə rəhbərinin rəyini öyrənməlidir. Amma artıq adı dəyişib səlahiyyətli struktur bölmənin səlahiyyətli şəxsin rəyini öyrənməlidir. Deməli, yoldaşlar, fiziki və hüquqi şəxslərlə mülki hüquqi əqdlərin bağlanması və yaxud da onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların verilməsi, əldə olunması qadağan olunur. Vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar, güzəştlər təklif olunduğu hallarda vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o barədə səlahiyyətli struktur bölməyə, yəni və yaxud da şəxsə məlumat verməlidir və maddi nemət, imtiyaz, güzəşt vəzifəli şəxsin işlədiyi orqana, quruma, akt üzrə təhvil verilməlidir. Deməli, gəldik əsas dəyişikliyi olan hissəyə, orqanların fəaliyyətinə, yəni qurumların fəaliyyətində korrupsiya risklərinin idarə olunmasına. Deməli, yoldaşlar, qurumun rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədi ilə səlahiyyətli struktur bölmə və yaxud da səlahiyyətli şəxs müəyyən edir ki, yəni bu işə baxsın. Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb eləyən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər. Yəni, hər adam götürülmür da, yəni korrupsiya risklərinin idarə olunması prosesinə. Deməli, yoldaşlar, orqanda və yaxud da qurumda hər il yanvar ayının 15-dən aprelin 15-nə qədər əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi proseduru aparılır. Korrupsiya ilə əlaqədar hüquq pozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın rəhbərinin qərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilə bilər. Deməli, yoldaşlar,
Korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilərkən bir sıra məlumatlar nəzərə alınmalıdır. Bunlar hansılardır? Hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri nəzərə alınır. Korrupsiya ilə əlaqəli hüquq pozmalar haqqında daxil olan müraciətlər əsasında aparılan araşdırmanın nəticələri nəzərə alınır. Mediada, həmçinin də internet informasiya ehtiyatlarında, kommunikasiya şəbəkələrində yayılan informasiya və korrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi məlum olan digər məlumatlar nəzərə alınır. Orqanın, qurumun fəaliyyətini tənzimləyən hüquqi aktlar nəzərə alınır. Dövlət maliyyə nəzarəti tədbirlərinin, həmçinin kənar dövlət maliyyə nəzarəti tədbirlərinin yaxud məcburi və yaxud da könüllü auditin nəticələri nəzərə alınır. Qurumun fəaliyyəti üçün xarakterik olan, mütəmadi olaraq baş verən korrupsiyaya şərait edən hallar nəzərə alınır. Qurumun fəaliyyətinə dair inzibati məhkəmə icraatında baxılan inzibati mübahisələrin sayı, predmeti və bunlarla əlaqəli olan müvafiq qərarlar nəzərə alınır. Deməli, korrupsiya risklərinə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və bununla əlaqədar cari il üçün, yəni indiki il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üçün il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barəsində hər il iyun ayının 1-nə qədər Korrupsiyaya qarşı mübarizə komissiyasına təqdim edilir məlumatlar. Deməli, yoldaşlar, korrupsiya riskləri həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır. Dövri olaraq. Deməli, yoldaşlar, komissiya, yəni Korrupsiyaya qarşı mübarizə komissiyası ona təqdim edilən məlumatların təhlili əsasında bir sıra müvafiq orqana, quruma korrupsiya risklərinin idarə edilməsinə dair tövsiyələr verir. Həmçinin də korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar olaraq təkliflər də verə bilər, irəli sürə bilər. Artıq belə bir yəni səlahiyyəti də var komissiyanın. Orqanların, qurumların fəaliyyətində korrupsiya risklərinin idarə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, yəni qurum, Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Yadda saxlayın. Deməli, yoldaşlar, korrupsiya ilə əlaqədar hüquq pozmaları biz cümlə daxilində aşağıdakı hallar olduqda korrupsiya ilə əlaqəli hüquq pozmaları müəyyən edə bilərik. Məsələn, biz bilirik ki, bilavasitə korrupsiya hüquq pozmaları ilə testlərdə görmüş olarsınız. Elə korrupsiya hüquq pozması eyni anlayışdır. Bir də var korrupsiyaya şərait yaradan hüquq pozmalar. Yəni, bilavasitə yox, ona şərait yaradan hüquq pozmalar. Yəni, birbaşa yox, dolayı yolla olan hüquq pozmalar buna daxildir bir qayda olaraq. Deməli, yoldaşlar, cümlənin içərisində daha çox xidməti vəzifə, vəzifəli şəxs, müəyyən mükafat müqabilində qanunvericiliyə zidd gəlir götürmək, qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədi ilə istifadə etmək, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklif və vədi qəbul etmək bilavasitə korrupsiya hüquq pozması sayılır ya da korrupsiya hüquq pozması sayılır qısaca olaraq. Amma yoldaşlar, korrupsiya şərait yaradan hüquq pozmalar dolayı yolla olan hüquq pozmalardır. Yəni bunlara hansılara aiddir? Qanunsuz müdaxilə, statusundan təmsil etdiyi orqanın statusundan istifadə, təyinata uyğun olmayan üstünlüklər vermək, xidməti vəzifə səlahiyyətlərini icra etdiyi dövrdə elmi, pedaqoji, yaradıcılıq fəaliyyəti istisna olmaqla digər ödənişli vəzifə tutmaq və fəaliyyət növü ilə məşğul olmaq, referendum üzrə təşəbbüs qrupları, süni maneə yaratmaq, başqa uydurma şəxslər, fiziki və hüquqi şəxsin nümayəndəsi, səlahiyyətləri fiziki hüquqi şəxslərə qanunsuz olaraq vermək, bu cür ifadələri görsək cümlə içərisində bu artıq müəyyən etməliyik ki, korrupsiyaya şərait yaradan hüquq pozmalardır. Yəni dolayı yolla olan hüquq pozmalardır, birbaşa deyil, bilavasitə deyil. Deməli, yoldaşlar, korrupsiya ilə əlaqədar hüquq pozmalar qanunvericiliklə, qanunla yox, qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki hüquqi, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Bir sözlə imic kimi yadda saxlaya bilərsiniz. Korrupsiya ilə əlaqəli hüquq pozmalara görə intizam məsuliyyət tədbirləri bu qanundan, yəni korrupsiyaya qarşı mübarizə haqqında qanundan və digər normativ hüquqi aktlarla, yəni qanunvericilik aktları ilə tənzimlənir. Yoldaşlar, konstitusiya və qanunlarla müəyyən olmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər korrupsiya hüquq pozması törətdiyi halda korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanına məlumat verir.
Çünki burada yoldaşlar yadda saxlayın. Konstitusiya və qanunlarla müəyyən olmuş qaydada dövlət orqanına seçilmiş şəxslərdən gedir söhbət. Onlar korrupsiya hüquq pozması törədərsə, korrupsiyaya qarşı mübarizə aparan orqan bir qayda olaraq vəzifəli şəxsin seçildiyi dövlət orqanına məlumat verir. Deməli yoldaşlar, qanunvericiliklə müəyyən olmuş qaydada yerli özünü idarə orqanlarına, yəni bələdiyyələrə seçilmiş şəxslər korrupsiya hüquq pozması törətdikdə korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Çünki biz bilirik axı bələdiyyələr seçkilər əsasında yaradılır və bələdiyyənin üzvləri seçkilər əsasında təyin olunur vəzifəyə. Deməli yoldaşlar, burada əsas olan nədir? Həmin seçki komissiyası da bu barədə belə deyim, materiallar ona daxil olduğu gündən yalnız 5 iş günü ərzində, daha doğrusu üzr istəyirəm, 5 gün ərzində şəxsin yol verdiyi hüquq pozma barəsində onun seçildiyi yerli özünü idarə orqanına məlumat verir. Yəni, seçki komissiyasına korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir ki, sənin seçdiyin, yəni qanunvericiliklə müəyyən olmuş qayda bələdiyyə orqanına seçdiyin şəxs korrupsiya hüquq pozması törədibdir. Bu barədə də belə deyim, geri dönüşü seçki komissiyası ona daxil olduğu gündən materiallar 5 gün ərzində şəxsin yol verdiyi hüquq pozma barəsində geri dönüşü seçildiyi yerli özünü idarə orqanına, yəni bələdiyyəyə məlumat verir. Deməli yoldaşlar, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olmuş qayda qeydə alınmış şəxslər hüquq pozma törətdikdə onlar barəsində seçki məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür. Yalnız seçki məcəlləsində nəzərdə tutulan tədbirlər görülür. Deməli, yoldaşlar, hakimlər isə korrupsiya hüquq pozması törətdiyi zaman korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbihinin tətbiqi məsələsinə baxılması üçün bu barədə məhkəmə hüquq şurasına məlumat verir. Məhkəmə hüquq şurası hakimləri korrupsiya hüquq pozması ilə əlaqədar və yaxud da başqa fəaliyyətləri ilə əlaqədar intizam tənbih tətbiqinə cəlb eləyə bilər. Deməli yoldaşlar, qanunvericiliklə müəyyən olunmuş korrupsiya hüquq pozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda onlar yalnız inzibati qaydada cərimə edilirlər. Yəni cinayət tərkibi yoxdursa əməllərində sadəcə inzibati qaydada cərimə edilirlər. Amma cinayət tərkibi yaratmayan korrupsiya hüquq pozması törətmiş hüquqi şəxslər qanunla müəyyən olunmuş qaydada cərimə edilir. Yəni onlarda inzibati qaydada deyil, qanunla müəyyən olunmuş qaydada cərimələr edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquq pozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimələr və digər cinayət hüquqi tədbirlər tətbiq edilir. Deməli yoldaşlar, korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı hər bir şəxs, o cümlədən yəni hər bir şəxs tərəfindən yazılı, o cümlədən elektron qaydada, yəni necə deyim, e-mail vasitəsilə, hər hansı bir vəzifəli şəxsin e-mailinə mesaj göndərməklə və yaxud da gedib şifahi müraciət eləməklə, şifahi məlumat verməklə belə deyim də, korrupsiya ilə əlaqəli hüquq pozmanı aşkara çıxarda bilər. Yəni bununla bağlı heç bir istinad yoxdur. Deməli yoldaşlar, orqanların, qurumların rəhbərləri korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatların idarə-daxili qaydada verilməsi mexanizmini müəyyən edir və işçilərin korrupsiya ilə bağlı hüquq pozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, həmçinin də müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat vermiş şəxslərin hüquqları ilə tanış olmaları təşkil olunmalıdır. Bunu bir qayda olaraq təşkil eləyir dövlət orqanının rəhbəri, dövlət qurumunun rəhbəri. Deməli yoldaşlar, qurumların rəhbərləri həmin orqanın strukturu, işçilərinin say həddi, fəaliyyət istiqaməti, yəni hansı istiqamətdə çalışdıqları, iş həcmi nəzərə alınmaqla, iş həcmi deyərkən iş saatı, iş sıxlığı nəzərə alınmaqla korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumatı qəbul etməlidir və araşdırılmağı üçün bir sıra struktur bölmə və yaxud da səlahiyyətli şəxs müəyyən etməlidir. Deməli yoldaşlar, qurumlarda çalışan işçilər korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə və yaxud da səlahiyyətli şəxsə verə bilərlər. Deməli yoldaşlar, səlahiyyətli struktur bölmə və yaxud da səlahiyyətli şəxs öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Yəni məcburi müstəqilliyə malik olmalıdır. Yəni sərbəst özü qərar verməlidir.
qanunsuz imkan verməməlidir ki, onun qərarlarına müdaxilə edilsin. Səlahiyyətli struktur bölmə və yaxud da səlahiyyətli şəxs işçilər barəsində həvəsləndirmə və intizam tənbihi tədbirlərinin tətbiq olunması, insan resurslarının idarə olunması və işçilərin qiymətləndirilməsində, attestasiyasında birbaşa və yaxud dolayı yolla iştirak etməməlidir. Yəni etmək səlahiyyəti yoxdur. Deməli, yoldaşlar, səlahiyyətli struktur bölmə və yaxud da səlahiyyətli şəxs orqanların, qurumların rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir. Səlahiyyətli struktur bölmə və yaxud səlahiyyətli şəxs korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalıdır və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir. Səlahiyyətli struktur bölmə və yaxud səlahiyyətli şəxs korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Araşdırma vətəndaşların müraciəti haqqında qanunla müəyyən olunmuş korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır. Yadda saxlayın, yoldaşlar. Deməli, korrupsiya ilə əlaqəli ümumiyyətlə barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz bir qayda olaraq. Yəni, çünki onun barəsində aparılır da bu, belə deyim, araşdırma. Ona niyə həvalə olunsun ki? Korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən, daha doğrusu məlumat səlahiyyətli struktur bölmə və yaxud səlahiyyətli şəxs ilə əlaqədar olarsa, məlumatı verən şəxs həmin məlumatı müvafiq qurumun rəhbərinə təqdim etmək hüququna malikdir. Deməli, yoldaşlar, qurumun rəhbəri belə məlumatların qəbul edilməsini, qeydə alınmasını, həmçinin də bu qanunda nəzərdə tutulan, yəni korrupsiyaya qarşı mübarizə haqqında qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Korrupsiya ilə əlaqəli hüquq pozmalar barəsində məlumat orqanın rəhbəri ilə bağlı olarsa, məlumat verən şəxs həmin məlumatı qurumun rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etməyə hüququna malikdir. Deməli, yoldaşlar, həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və bu qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Hüquq pozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, yəni istəmir ki, onun barədə məlumatlar aşkara çıxsın, konfidensiallığın pozulmasını istəmirsə, səlahiyyətli struktur bölmə, orqanın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını, məxfiliyini təmin etməlidir. Deməli, yoldaşlar, bu məlumat korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Bir qayda olaraq, korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və mənəvi ziyan vurmaq, tənqid yox, təhqir və təhdid eləmək, təhqir eləmək, yəni şəxsiyyətinin ləyaqətini alçatmaq deməkdir və təhdid eləmək isə onlara hədə qorxu gəlmək, yəni qorxutmaqda bir növ, hədələmək. Şərəf və ləyaqətini alçatmaq qadağandır. Yadda saxlayın, yoldaşlar. Korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədi ilə tənbih tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, uzaqlaşdırma, başqa işə keçirmə, əmək haqqından qanunsuz tutulmalar aparmaq, vəzifədə irəli çəkilməyə və həvəsləndirməyə aktiv və pasiv formada maneəçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və bu cür tədbirlər tətbiq edilə bilməz, yoldaşlar, qətiyyən. Yəni, bunlar artıq qanunsuz fəaliyyət sayılır. Korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədi ilə hər hansı bir tədbirin tətbiqinə dair dəlillər irəli sürüldükdə
həmin dəlillərin təksib edilməsi işə götürənin üzərinə düşür. Yoldaşlar, nəzərdə tutulmuş tədbirə məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər. Deməli, yoldaşlar, korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olunduğu təqdirdə, korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında qanunla müəyyən olunmuş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir. Yəni, bu qanunla yox, cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında qanunla müəyyən olunmuş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilə bilər. Deməli, yoldaşlar, qurumlar, səlahiyyətli şəxslər, səlahiyyətli struktur bölmələr və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar tərəfindən korrupsiya ilə bağlı məlumat vermə və korrupsiya ilə əlaqədar məlumat verən şəxsin dövlət müdafiəsi maddələrinin tələbləri pozularsa, korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən şəxs inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər. Deməli, yoldaşlar, burada yazıb və ya. Yadınızda saxlayın. Və ya ona görə yazılır ki, və ya yəni parçalanmış deməkdir. Yəni bu cümlə parçalanmış şəkildə də verilə bilər. Yəni məsələn, burada məsəl üçün cümləni kəsər, deyə bilər ki, məsələn, qurumlar, səlahiyyətli şəxs, səlahiyyətli struktur bölmə, korrupsiyaya qarşı mübarizə aparan orqanlar, ixtisaslaşmış orqanlar tərəfindən korrupsiya ilə əlaqədar məlumat vermə və bu məlumat verən şəxsin dövlət müdafiəsinin maddələrinin tələbləri pozularsa, korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən şəxs inzibati qaydada şikayət edə bilər. Və yaxud da və ya ona görə qoyulub ki, yəni bunu inzibati qaydada təkcə də yaza bilər. Məhkəməyə şikayəti də təkcə yaza bilər. Yəni bunları ayrı-ayrılıqda yazsa belə düzgün sayılacaqdır test. Aydındır, yoldaşlar. Bu sizi karıxdırmasın və ya ona görə verilib ki, yəni ya inzibati qaydada təkcə versə düz ola bilər. Yəni inzibati qaydada şikayət edə bilər ifadəsi də doğrudur, məhkəməyə şikayət verə bilər qaydası da doğrudur. Yəni belə deyim, bunları təhlikdə versə də, bir yerdə versə də doğru sayılır, yoldaşlar, yadda saxlayın. Və yanı ona görə qoyubdur. Deməli, yoldaşlar, korrupsiya ilə əlaqəli hüquq pozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsində nəzərdə tutulmuş müdafiə korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı bilə-bilə yalan məlumat vermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar, güzəştlər əldə etmək məqsədi ilə məlumat vermə hallarında tətbiq edilmir. Yadda saxlayın, yoldaşlar. O hallara şamil edilmir. Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və güzəştin dəyərinin ödənilməsi. Deməli, yoldaşlar, vəzifəli şəxslər tərəfindən qanunsuz əldə olunan əmlak və qanunsuz əldə edilmiş imtiyazlar, güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya dəyərini habelə qanunsuz olaraq əldə edilmiş imtiyaz və güzəştlərin belə deyim də, vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş, yəni imtina etdiyi halda, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq qurumların iddiası əsasında məhkəmə tərəfindən dövlət nəfinə ödənilir. Yəni imtina etdiyi halda qaytarmaqdan bu barədə məhkəmə devrəyə girir və məhkəmə tərəfindən dövlət nəfinə ödənilmiş sayılır həmin imtiyazlar və güzəştlər. Deməli, yoldaşlar, işə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki prosessual qanunvericiliklə, yəni məcəllə ilə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər. Yoldaşlar, deməli, korrupsiya ilə əlaqəli hüquq pozmalar barəsində belə deyim də, korrupsiya ilə əlaqəli hüquq pozmalar nəticəsində, hüquq pozmanın nəticəsində qəbul olunmuş aktlar müvafiq qurumlar tərəfindən, yəni dövlət orqanları, yerli özünə idarə orqanları tərəfindən, yaxud da müvafiq dövlət orqanlarının və digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər. Deməli, yoldaşlar, bura qədər ümid edirəm ki, sizlər üçün faydalı oldu. Yəni, bu yenilənmiş formatdır. Yəni, son 14 aprel 2025-ci il tarixində edilmiş əlavələrdən ibarət bir formatda hazırladığım konsepsiyadır.
Ümid edirəm ki, sizin işinizə yarayacaqdır. Yoldaşlar, bura qədər, növbəti dərslərdə görüşənə qədər sizə hər birinizə qarşıda olan imtahanlarda uğurlar arzu edirəm. İnşallah ən yüksək nəticələri qazanmış olacaqsınız Allahın köməkliyi ilə. Sadəcə olaraq əsas odur motivasiyadan düşməyin, həvəsli olun, disiplinli olun və dərslərə daha çox diqqət göstərin. Üzərinizdə çox işləyin. Hələlik gələn görüşlərə qədər sağ olun, salamat qalın.